Hər birinizi yeni vloqumdan salamlayıram. Sizin üçün maraqlı bir vloq çəkmişəm. Bu vloqda daha çox təmizlik var. Evdə Alinanın ad günü üçün etdiyim təmizliyi də sizinlə bölüşəcəm. Otağa gəldi Alina ilə birlikdə. Alina üçün də yumurta çörəyi hazırlamışdım. Demək olar ki, çox az hissəsini yedi. Əslində çox idi içində. 2 dilim çörəyin iç hissəsini bir kənd yumurtası ilə qarışdırıb elə o formada bişirmişdim. Çörəyin kənarlarını kəsmişdim ki, yemək rahat olsun. Oturub fikirləşirəm ki, mən izləyicilərim üçün nə çəkim, maraqlı olsun. Maraqlı heç bir şey yoxdur. Mən nə çəkəcəm, vloq lazımdır. Sonradan fikirləşdim ki, mənim kimi analar çoxdur. Uşağı yemək yedirə bilməyən. Ona görə dedim ki, elə bunu da çəkim. Biraz sizə də təsəlli olsun ki, yəni hər kəs də belədir. Alina əvvəllər çox yaxşı yeyirdi. Son zamanlarda əlində bir maraqlı bir oyuncaq olmasa, adi salfetka verirəm, salfetkanı cırdıqca mən ona yemək verirəm, o formada yeyir. İstədim bunu da sizlə bölüşüm ki, siz tək deyilsiniz. Ya da təcrübəli bir analardan məsləhət istəyirəm ki, siz hansı formada yeməklər verirsiniz. Özümə də çay süzdüm. Bülent qaynanam belə bir şokolad almışdı. Bundan da baxacam, yeyəcəm. Çox böyükdür amma bunun. Mən neçə vaxtdır belə paketlənmiş qidalar demək olar yeməmişəm. Yəni necə şirniyyat olaraq. Ona görə bunda baxacam bir hissəsini yeyəcəm. Gül kələmini bu formada bişirim, çox sevəcəksiniz. Suyun içinə gül kələmini doğradım, yudum, əlavə etdim. Bir qaşıq da duz əlavə edəcəm indi. Düzdür, mən dedim ki, Alinanın ad günü üçün etdiyim təmizliyi sizinlə bölüşəcəm. Amma bu təmizliyin bir hissəsidir. Bir hissəsini isə növbəti vloqda, bəlkə elə ad günü vloquna birləşdirərək paylaşacağam. Bu dəfə etdiyimiz təmizliklər daha çox evdə uzun müddətdir ki, etmədiyim yerlər idi. Həm də gözün önündə olan yerlər. Onları da təmizlədim və siz də inşallah ki, maraqla izləyərsiniz. Burada da yemək bişirirdim. Gördüyünüz kimi bunu da istədim ki, sizinlə bölüşüm. Maraqlı belə reseptlər etdiyim zaman evdə çalışıram ki, elə sizinlə də bölüşüm, sizə də fikir olsun. Həm də burada gül kələmi bişirirəm. Gül kələmi də bəzən mən görürəm ki, analar şikayət edir ki, uşaqlar sevmir. Bu da sizin üçün bir fikir olsun ki, bəlkə uşaqlarınız bu formada gül kələmi yeyərlər. Bu aralar biz Nərimanovda qalırıq. Nərimanov tərəfdə, küçədə daha çox satılır gül kələm, brokoli. Özü də kilosu deyəsən 1 manatdan ya da kilosu deyil, özünü tək-tək də 1 manata satırlar. Yəni yaxşıdır, biz də bu aralar biraz çox alırıq. Normalda biz Alina üçün alırdıq. Bu aralar isə özümüz də evdə bişirmək üçün daha çox alırıq. Bir də bir şeyi bilmək istəyirəm ki, sizə maraqlı olur belə yemək videoları, yoxsa maraqsızdırmı? Mən çalışıram ki, daha çox məni xanımlar izləyir, daha çox analar izləyir. Buna görə də vloqlarımda yeməklərə ayrıca bir yer verirəm ki, kiməsə bəlkə maraqlı olar. Əgər sizə maraqsızdırsa, yazarsınız rəylərdə. Daha çalışaram ki, bu yemək mövzularını biraz azaldaram. Əgər maraqsızdırsa. Yox, əgər maraqlıdırsa, çalışaram ki, sizin üçün fərqli reseptləri daha çox hazırlayım. Bir də belə vloqlarda hazırladığım reseptləri mən çalışıram ki, qısa video formasında sizinlə paylaşım. Çünki elə vaxt olur ki, keçən dəfə məsələn mənə bir sual gəlmişdi, bişirdiyim bir yeməklə bağlı. Sonradan fikirləşdim ki, elə bu uzun vloqa bəzən baxmağa insanın səbri çatmır. Baxırsan bir dəfə, sonra həmin resepti tapa bilmirsən. Buna görə də elə bu qısa vloq formasında da sizinlə bişirdiyim yeməkləri də bölüşürəm. O hissədə də burada uzun vloqlarda bişirdiyim yeməklərə də rahatlıqla baxa bilərsiniz. Bu vloqda daha çox nələr görəcəksiniz? Əvvəla təmizliyi dediyim kimi, ikinci isə Alinanın ad gününə etdiyim kiçik hazırlıqlar var. Hansı ki aldıqlarım var, onları da bölüşürəm. Əgər vloq uzun alınsa, indi izlədikcə görəcəksiniz. Onları saxlayacağam növbəti vloqa. Yox, əgər dəqiqələrim az alınsa, elə onları da bu vloqda sizinlə bölüşəcəm. Deməli, Alina üçün yeməkləri mən son günə saxlamaq istəmirəm. Ona görə də bilinç ki, ya belə tez hazırlanan
olan bir şeyləri. Keçən dəfə yadınızdadırsa, toyuq filesini hissələrə bölərək birlikdə yerləşdirmişdik. Bu dəfə də kiçik-kiçik hazırlıqlarımı edirəm. Daha çox hazırlığımı isə ayın 13-ü edəcəm. Yəni evi bəzətməkdir. Bəzi aksesuarlar almışam ki, Alina üçün ilk yaşıdır. Yəni maraqlı formada həmin günü qeyd eləyək. Alina bu kitabın kənarlarını yeməyi xoşlayır. Buna görə də kənarlarını skoçlayıram ki, bunları yediyi zaman ağzına kağız getməsin. Düzdür, yenə də yemək istəyir, yeməyə cəhd eləyir, amma ən azından belə olduğu zaman ağzına kağızlar getmir. Ümumiyyətlə kitaba baxmağı çox sevir, amma kənarlarını da bəzən dişləri qaşınarkən yemək istəyir. Buna görə də belə bir çözüm tapmışam. Qızlar, elə bu kitabı yapışdırdıqdan sonra da keçirəm bir neçə paltar var idi ki, ütlənməli. Başlayıram onları ütləməyə. Daha çox yoldaşımın köynəkləri idi, işə geyindiyi köynəklər və bunları da mütləq ütləmək lazımdır. Ütləyərkən də insan çox əziyyət çəkir bunları. Çünki bir tərəfini ütləyirsən, bir tərəfi qırışır yenidən. Və buna görə də bir təhər yoldaşımla söhbət edə-edə ütləyib bunları da bitirirəm. Əslində mən paltar ütləməyi o qədər də sevmirəm. Normal paltar olduğu zaman ütləməyi sevirəm, amma belə çətin paltarları ütləməyi heç sevmirəm. Amma neynəmək olar? Mütləq ütləmək lazımdır bunları da. Qızlar, bəs sizin ən sevdiyiniz və ən sevmədiyiniz ev işləri hansılardır? Bunları da rəylərdə yazsanız sevinərəm. Mənə çox maraqlıdır. Mən əslində bütün ev işlərini görməyi sevirəm, amma bəzən isə heç ürəyim heç nə etmək istəmir. Bilmirəm bu nə ilə bağlıdır. Yəqin ki, hamımızda belədir. Bəzən halım olur, enerjim olur. İstəyirəm ki, bütün evi yığışdırım, amma bəzən də heç nə etmək istəmirəm. Heç qolumu belə qaldırmaq istəmirəm. Amma bəzi işlər var ki, onları məcbursan ki, görəsən. Çünki görmədiyin zaman da, o işləri etmədiyin zaman da aləm qarışır bir-birinə. Siz isə hələ də kanalıma abunə olmamısınızsa, çalışın, kanalıma abunə olun və daha maraqlı vloqlar görmək istəyirsinizsə, hansı tərzdə vloqlar daha çox sevirsinizsə, onları mənə yazsanız kifayətdir. Mən çalışaram onları daha çox çoxaldım kanalımda və daha çox o tipdə vloqlar çəkim. Yəni sizin fikirləriniz mənim üçün hər zaman önəmli olur. Yəqin ki, bunu hiss edirsiniz. İzləyicilərimə nə xoş olursa, mən onları çalışıram ki, öz kanalımda çəkim və sizlərlə paylaşım. Bu aralar ümumiyyətlə evdə çox oluram. Həm də dünən Alinanın
Alinanın qızdırması var idi. Düzdür, bu vloqun bu hissələri bir neçə gün əvvəl çəkilib, amma mən çalışdım ki, bunları elə bu vloquma daxil edeyim. Yəni burada bir neçə günlük vloq izləyirsiniz. Alinanın da diş çıxarma mərhələsi olduğuna görə qızdırması tez-tez olur və iştahı kəsilir, yemək istəmir. Bu da məni biraz çox incidir. Ona görə də çalışıram ki, bacardıqca vloqlarımı çəkim və montaj edeyim, sizinlə paylaşım. Amma son zamanlar görürəm ki, izlənməm aşağı düşüb. Düzdür, qısa videolarım yaxşı izlənsə də, uzun vloqlarım o qədər də izlənmir. Buna görə də mənə dəstək olmaq istəyirsinizsə, kanalıma abunə olun, vloqlarımı izləyin və bəyənmə işarəsinə də basmağı unutmayın. Bu mənim üçün həqiqətən çox vacibdir. İnsan belə olduğu zaman düzdür, bəyənmə düyməsini sıxmaqla mənə heç bir ödəniş gəlmir, amma bu məni daha da çox motivasiya eləyir ki, vloqum insanlar tərəfindən sevilir. Qızlar, mən artıq təmizliyimə başladım. Təbii ki, yoldaşımın da köməkliyi ilə birinci başladıq lüstri silməkdən. Bundan sonra saatı və bizim burada böyük bir hansı ki bəzəkli qabları filan bir çox əşyanın olduğu stenkamız var. Onu da silməyə. Bunu əslində uzun müddətdir ki silmirdim və yoldaşıma neçə gündür deyirdim ki, buranı silmək lazımdır. Yoldaşım da mənə deyirdi ki, nə edirsən, silmə filan. Mən də başa düşmürdüm səbəbini. Deyirdim yəqin mən yorulmayım deyə deyir. Əslində orada mənim üçün evli il dönümümüz gəlir bizim ayın 10-u. Buna görə də hədiyyələr alıb gizlədibmiş. İnanın heç xəbərim yox idi. Elə açdıqca sürpriz üstünə sürpriz gəldi və çox maraqlı bir şey alınmışdı. Onda da mən vloqu başlatmamışdım. Əslində başlatsaydım çox maraqlı olardı. Yəni belə hədiyyələr almışdı. Hədiyyələrimi də sizə göstərirəm. Yəni belə maraqlı, heç bilmədim ki, yorulmadım. Yəni buranı yığışdırdığım zaman bu hədiyyələri gördükdən sonra elə bir ki, heç iş görməmişəm və qolbağı da qoluma taxdım. Hər dəfə baxanda həmin anı xatırlayıram ki, necə təəccübləndim, necə sevindim. Yəni uzun müddətdir ki, bu qədər sevinməmişdim. Əslində mənim üçün maddiyyat deyil, önəmli olan sadəcə düşünməkdir və hədiyyələrin də ikisi də çox gözəl idi. Ətrin iyi də gözəl idi və həm çox bəyəndim, həm də yoldaşımın belə diqqəti məni daha da çox sevindirdi ki, məni fikirləşib hədiyyə alıb. Yəni belə istədim sizinlə də bunu bölüşüm və təmizliyimi də gördüyünüz kimi davam edirəm. Əslində bu vloqun bu hissələrini istəyərdim ki, elə olduğu kimi öz ortam səsləri ilə paylaşım, amma bu mümkün deyil, çünki bir yandan da biz söhbət edirdik, çox səs-küy var idi. Buna görə də elə balaca köməkçim Alina ilə birlikdə sizinlə bu vloqu bu formada bölüşürəm. Ümid edirəm ki, bəyənərsiniz, sıxılmadan izləyərsiniz. Əslində buraları təmizləməkdəki məqsədimiz təkcə Alinanın ad günü deyil, sadəcə Alina demək olar ki, bəhanə oldu. Uzun müddətdir ki, dediyim kimi təmizləmək istəyirdim. Heç cürə vaxt idi bunları başlaya bilmirdim, çünki çox əşya var. Alina ilə olduğum zamanda, tək olduğum zamanda heç vaxt yığışdıra bilməzdim və mütləq gözləyirdim ki, evdə adam olsun və o formada buranı yığışdırım. Burada iş gedərkən qızlar Alinaya qaynanam baxırdı. Demək olar Alina yanımızdaydı, amma qaynanam daha çox maraqlanırdı ki, belə qabları filan yerə atmasın, özünü yaralamasın və bu zamanda yoldaşım da ən üst hissələri silməkdə mənə kömək edirdi. Çünki mənim əlim çatmır o hissələrə. Həm də lüstrün silinməsində yoldaşım çox kömək edir. Hər zaman yoldaşımla demək olar ki, silirik. Bu arada pərdəni də yuyub yerinə astıq. Sadəcə o hissələri çəkməyi unutmuşam. Bu zamanda yemək bişirə bilmədik. Ona görə də elə işlərimizi bitirdikdən sonra yoldaşımla düşürük aşağı. Həm də mən Alinanın ad günü üçün bir neçə fikirlərim var ki, onları otağı bəzətməklə bağlıdır. Və düşdük aşağı, getdik mağazalara baxdıq. Qayıdarkən də dönər aldıq ki, evdə yemək də bişirməmişdik. Buna görə də elə dönərimizi aldıq, qayıtdıq ki, heç olmasa ac qalmayaq. Və beləcə bizim hər zaman aldığımız bir yer var burada. Acıqdım dönər və buranın dönərləri çox dadlı olur. Hər zaman çalışırıq ki, buradan alaq. Kolamızı da marketdən aldıq. Marketdən bir neçə alış-veriş edib qayıtdıq evə. Qolbağımı da sizə burada göstərəcəm. Mən əslində qolbaq, üz,
üzüyü filan taxmağı, yəni gündəlik həyatda istifadə etməyi çox sevmirəm. Yəni necə sevmirəm? Mənə rahat olmur iş görərkən, həm də uşaqla biraz çətin olur. Amma qolbağı elə həmin gündən taxmışam. Hal-hazırda da qolumdadır. Bundan sonra isə ləziz çərəz var Nərimanovda. Bəlkə bilirsiniz. Oradan da belə alış-veriş etmişdik. Həm qonaqlığı üçün, həm də aşqara üçün də buradan çərəzləri aldıq və burada maraqlı bir çərəz var. Meyvə qurusu, dondurulmuş meyvə qurusu. Dadlı idi. Əslində gözlədiyim kimi wow bir dadı yox idi, amma dadlı idi. Yəni bəyəndiyim yemək olar. Burada göstərdiyim paçka 5 manat idi. Sizin üçün qısa video formasında da çəkmişəm. Bundan sonra isə biz keçən dəfə ət almışdıq. Hər zaman aldığımız bir yer var. Oradan aldığımız əti də qaynanam yadından çıxarıb aşqara üçün saxlamamışdı. Buna görə də elə rahat marketdən aldıq. Bu əti alarkən də orada belə kiçik çaplı bir problem də yaşadıq. Əti satan insan, həmin mağazada işləyən işçi bizə 1 kilo ət lazım idi. İşçi də deyir ki, mən bu əti hissələrə bölə bilmərəm, yoxsa sonra sata bilməyəcəm. Belə maraqlı bir hadisə yaşandı və biz də təbii ki şikayət elədi. Çünki düzgün bir şey deyil. Orada 1 kilo yarım gəlirdi. Bizdə də ət yetərincə var. Yəni bizə artıq ət lazım deyildi orada. O da deyir ki, bölə bilmərəm. Çox maraqlı bir hadisə idi. Siz qarşılaşmısınızmı belə bir şeylərlə? Bundan sonra da elə əti doğrayarkən gördüm ki, çox olur və onsuz da dönər yemişdik. Yəni çox bir şey yeməmişdik. Yoldaşımla belə fikirləşirik ki, bu ətləri də qızardaq. Və başlayırıq gecənin bu vaxtı. Saat təxmini əslində tez qaralır deyə mən elə bilirdim ki, çox gecdir. Amma burada təxmini saat 9 ya da 10 olardı. Bacım da işdən çıxdıqdan sonra bizlər gələcəkdi və ətlərimizi belə qızardırıq, otururuq, yeyirik. Mən əti əslində mənim çarəm olsa başqa heç bir yemək bişirmərəm. Əti elə bu formada qızardıb yeyərəm. Ətlər də tez bişsin deyə üstündən belə döydüm ki, daha tez bişsin və daha da dadlı olsun. Həqiqətən də dadlı alınmışdı. Qızlar, deməli ətimi burada başlayıram bişirməyə. Burada da gördüyünüz kimi yoldaşım mənim yanımdadır, ancaq yəni mənə belə dəstək olur. Yoldaşım yanımda olanda daha rahat iş görürəm. Həm danışır, söhbət edir, maraqlı söhbətlər edirik və mən daha rahat formada iş görürəm o zaman. Həm də məni hər cür dəstəkləyir burada. Ona görə də ayrıca bir rahat oluram və ətlərimizi bişiririk. Burada artıq hazır formaya gətirmişik. Yağımı da tavaya atdım və ətlərimizi bişirərkən mən sizə bir şey də xatırlatmaq istəyirəm. Mən vloqu artıq bu hissələrdə təxmini bitirəcəm. Çünki vloq çox uzun alınırdı. İstəyirəm ki, sizin üçün daha maraqlı olsun. Buna görə də bu vloqun bir hissəsini də növbəti günlərdə paylaşacağam. Buna görə də sizinlə sağollaşıram və özünüzə yaxşı baxın. Növbəti vloqlarda və daha maraqlı vloqlarda görüşərik. Hələlik.